Qardaş, əgər mən bidətçini bidətçi saymıramsa, özüm bidətçi sayılırammı? Bu barədə dəfələrlə danışmışam və hətta bu barədə xüsusi dərsdə vermişəm. Adı sələfi nə vaxt bidətçi olur? Sələfi nə vaxt bidətçi olur və o dərsdə yəni təfsilatı ilə izah eləmişəm ki, yəni bidətçini bidətçi saymamaq və s. bununla bağlı olan məsələlər haqqında danışmışam orada. Hətta Şahin qardaş bu barədə gözəl danışıb, yəni Abu Zeyd. Səhv eləmirəmsə, o dərsin adı bidətçiyə bidətçi deməyən qaydası. Yəni bidətçiyə bidətçi deməyən özü bidətçi olurmu qaydasının izahı. Səhv eləmirəmsə, bu addadır. Orada Şahin qardaş məsələni çox gözəl və dəqiq, mən deyərdim, ətraflı, təfsilatı ilə və heç bir suala cavabsız qalmadan, orada izah edib. Və mən nəsiyyət edirəm ki, kim bu mövzunu, yəni bu məsələni bilmək istəyirsə, o Şahin qardaşın dərsinə qulaq assın. Vallahi çox faydalıdır. Yəni, mən özüm də dinlədim o dərsi. Qardaş, əlhamdülillah, məsələni çox gözəl izah edib və Əhl-i-Sünnə və Cəmaətin etiqadını, yəni bu mövzuda Əhl-i-Sünnə və Cəmaət etiqadını bəyan edib. Yəni bidətçini bidətçi saymırsansa, sən özün də bidətçi olursanmı? Orada vallahi ətraflı danışıb, Allah qardaşına razı olsun, çox böyük fayda verib. Kim bilmək istəyirsə, öyrənmək istəyirsə, qayıtsın ora. Amma indi çox təəssüflər olsun, yəni bizdə yəni elmlə məsələni izah edən yoxdur. Yəni, məsələni başqa cür izah edir. Bizdə indi necə olub? Bizdə sələfi bidətçi söhbəti. Bizdə indi sələfi olmaq istəyirsənsə və ya necə bilə bilərik ki, filan qardaş sələfidir və ya necə bilə bilərsən ki, sən sələfisən. Bizdə bunu bilmək üçün gedib imtahan verməlisən. İmtahandan keçdin, sələfisən. İmtahandan keçmədinsə, sələfi deyilsən, bidətçisən. Ya gedib imtahan verməlisən də sən. Bizdə budur abu-hava indi. Və ya belə deyək, heç gedib imtahan verməyə də yoxdur ehtiyac. Oturmuşsan evindəsən. Sən müəyyən insanlar var, onları bidətçi sayırsansa, deməli sən sələfisən. Məsələn, misal üçün, Şeyx İbrahim Ruheylini bidətçi gördünsə, sən sələfisən. Oturmuşsan evində. Və ya misal üçün, Şeyx Rabinin, Həfizahullahın cəhrilərini götürdünsə, sələfisən sən qardaş. Heç gəlib imtahan vermək də lazım deyil. Yəni, bizdə sələfi necə bilinir, təyin olunur və bidətçi necə təyin olunur, çox asandır bizdə. Yəni, bu acınacaqlı olsa da bu hal, yəni çox təəssüf edici hal olsa da, amma bizdə bu cürdür indi. Ged imtahan ver. Müəyyən insanlar var, o müəyyən insanlara imtahan verməlisən. Onun imtahanından keçsən, sələfisən. İmtahanından keçməsən, bidətçisən. Və ya, dediyim kimi, heç getməyə, yəni əziyyət çəkib, yəni yanına getməyə ehtiyac yoxdur. Oturdun evdə. Qardaş, Şeyx Rabinin cəhrilərini alırsan, yəni götürürsənsə sələfisən. Götürmürsənsə bidətçisən. Və ya bir-iki dənə alim var, bir-iki alim hansı ki haqqında danışıblar. Şeyx İbrahim Ruheyli misal üçün. Şeyx İbrahim Ruheyli təbdi elə, səndən yaxşısı yoxdur. Yəni səndən yaxşı sələfi yoxdur. Yəni, yox, əgər təbdi eləməsən, sən bidətçisən və heç vaxt sələfi ola bilmərsən. Və bu, çox təəssüflər olsun ki, bu hal indi bizdə belədir. Amma əslində, yəni, məsələ belə deyil. Mən özüm də dərsdə qeyd eləmişəm. O dərsdə ki, sələfi nə vaxt bidətçi olur, məsələnin təfsilatı ilə, yəni alimlərin sözünə qaytararaq izah eləmişəm. Amma, yəni, indi belə deyil. Yəni, Allah-ül-Müstəhan. Bizdə, bax, adi, misal üçün deyim sizə, bir nəfər çıxır, danışır. Və bunu tanımır heç kim. Nə adını eşitmişik, nə görmüşük üzünü. İndi çıxıb da, yəni fitnə vaxtı çıxıb. Yəni var tələbələr, neçə illərdir mərufdur, Allah yoluna dəvət edir. Mərufdurlar da, yəni bunlar əməyi var. Yəni dəvətdə bunların əməyi var. Neçə illərdir və hamı tanıyır bunu. Dəvətlə məşğul olan kimi tanıyıblar. Yəni daim sünnəni müdafiə edən kimi tanıyıblar. Bidət əhlinlə, bidətçilərlə mübarizə aparan kimi tanıyıblar. Bunlar indi sələfi adlanmır. Bunlar indi olub mübtədi bidətçilər, amma fitnə vaxtı iyi hiss eləyib.
iyə gəlib. Yəni fitnə biraz şey olaraq, yəni fitnə vaxtı görsənənin adı həmişə üzdə olur. Və fitnə vaxtı çıxıb da bu iyə gəlib. Bu fitnə vaxtı, bu axır fitnə zamanı iyə gələn yəni adlar oldu, şəxslər. Yəni bunu bax sən də eşitməmisən axı, mən də eşitməmişəm. Heç kim tanımırdı. Bunun adını birinci dəfə də eşitdik və üzünü də hələ görməmişik. Çıxıblar. Fitnə vaxtı çıxıblar, istifadə ediblər. Məqamdır, fitnədir. İ eşitmişəm, yəni i duymuşam, gəlmişəm iyə. Yəni fitnə belə bir şeydir ki, yəni fitnədə həmişə görsənmək zahir olur. Yəni fitnə vaxtı girsən ortalığa, tanıyacaqlarsan həmişə. Yəni fitnə olan vaxtda, misal üçün adı deyim sizə, və Əli ibn Əbi Talibi öldürən Abdurrahman ibn Mulcəm. Abdurrahman ibn Mulcəm kim tanıyırdı ki? Hamı tanıyır. Abdurrahman ibn Mulcəm düşdü tarixə. Niyə? Çünki fitnə vaxtı çıxdı, Əli ibn Əbi Talib öldürdü. Hə, indi də, yəni kim tanınmaq istəyirsə, görsənmək istəyirsə, yəni adının üzdə olmasını, zahir, izhar olmasını istəyirsə, fitnə vaxtı çıxır, danışır. Yəni yox idi da bu. Yəni bunu tanımıram heç kim. Tanımır heç kim bunu, əslən. Vallahi insanlar çıxıb indi, fitnədə insanlar çıxdı. İ hiss elədilər, gəldilər iyə. Bu adamı tanımır heç kim. Nə adını eşitmişik, nə üzünü görmüşük, heç kim və hamı da elə mən kimi. Bu çıxdı. Necə sələfi oldu səncə? Bax, niyə bu adam sələfi oldu? Bu adam çıxdı, bax ki, nədən danışdı? Bu adam çıxdı Şeyx Rabinin, Hafizahullahın cəhrlərini götürdü və Şeyx İbrahim Ruheyni təbdiyə elədi və salam oldu sələfi. Oldu sələfi. Yəni, indi sələfi olmaq asandır. Dəhşət. Yəni, bu musibə vallahi. Çıxdı, birinci danışır. Bax, insandır, oturub evdə. Cihazı, yəni səs yazan cihaz alıb əlinə, birinci səs yazısıdır. Nəsiyyət eləyir cəmaata, xalqa. Ey cəmaat, cərh tədil, cərh müqəddəmdir, nəsiyyət eləyir bu. Şeyx Rabinin cəhləri alınmalıdır, böyük alimlər, filan. Şuh, bu adam oldu sələfi. Heç imtahan da vermədi, gedib imtahan vermədi. Bu adam oldu sələfi. Amma neçə il, misal üçün dəvət, yəni, əməyi olanlar, bunlar oldu, yəni halı məchul olan adam. Amma bunun halı mərufdur. Nə var? Şeyx İbrahim Ruheyni təbdiyə elədi. Şeyx böyük alimlərin cəhrlərini götürdünsə, sələfisən. Götürmədinsə, mübtədisən. Bundan gedir söhbət. Ona görə, yəni belə fitnə vaxtlarında görsənən adamlardan uzaq dayanmaq lazımdır. Bunlar, yəni belə insanlar var hansı ki, yəni fitnədə çıxırlar, qardaşlar. Yəni bu, subhanallah, bunlar bir növ, yəni özü elə bilir, yəni özünü yəni tələbə kimi sayır. Filan neçə ildir filan kəsin yanındadır, filan şeyxin yanında elm alır. Bu ona elə gəlir. Amma əslində yəni özünü görürsən güldürür, yəni güldürüb özünü. Yəni belə deyək də, yandırıb özünü. Yəni özü də bilmədən yəni tordadır. Yəni güldürüb özünü. Belə insanlara yəni fikir vermək lazım deyil. Yəni sələfi insan necə olur və insan bidətçi necə olur? O qədər kitablar var. Yazılıb. Yəni Əhlüsünnə və Cəmaət alimlər danışıblar. Yəni sən deməklə deyil ki, yəni sən elə bidətçi damğası vurmaqla deyil ki, sən filan kəsi sələfi saymamaqdan deyil ki, yəni insan sələfi necə olur və sələfilikdə nə vaxt çıxır, bidətçi necə olur və bidətçi, yəni bu mövzular hamısı Əhlüsünnə və Cəmaət etiqad kitablarında mövcuddur. Yəni sən deməklə deyil ki, cəmaat oxuyur, cəmaat görür. O demək deyil ki, mən səninlə hamı elə sən deyənlə razılaşmalıyam ki, sələfi olum. Belə qayda yoxdur. Ona görə yəni mən nəsihət edirəm yəni bütün qardaşlara ki, bu mənhəcdən, bu bir hansı mənhəcdir? Bu mənhəc analoqu olmayan mənhəcdir. Yəni gedirsən filan kəsə imtahan verirsən, sələfi olursan. Vermirsən, bidətçisən. Və ya müəyyən insanları təbdi eləyirsən, sələfisən. Eləmirsən, yəni Şeyx Rabi Hafizahullahın cəhlərini almırsan, bidətçisən. Bu mənhəc analoqu olmayan mənhəcdir. Belə mənhəc dünyanın heç birində yoxdur, qardaş. Bu mənhəc bizdədir, Azərbaycanda. Ona görə bu mənhəc adlanır nə? Analoqu olmayan mənhəc. Yoxdur, qardaş, axtarma bunu, yoxdur. Git bax bütün ölkələrə. Belə mənhəc yoxdur, qardaş. Yoxdur. Yəni kiməsə gəlib imtahan verməliymiş, sələfi olum. Və ya kiminsə sələfiliyini, kiminsə bidətçi olmağını filan kəs təyin eləyir. Belə şey yoxdur, qardaş.
Yəni insan indi yəni kimsə oxumur, kimsə bilmir, kimsə belə oyun oynayır, yəni kimsə qərəzli nəsə danışırsa, bu bizlik deyil. Hər kəsin özünə Allah təbaraka və təala hamısı hər kəsi öz qəlbinlə, o niyyəti ilə müamilə edəcək onu Allah Taala. Hesab Allahın qarşısında verəcəksən hesab. İstəsən də, istəməsən də. Amma məsələ necədir? Yəni bu məsələ təzə məsələ deyil ki. Məsələ illər boyu olub. Məsələ çıxmayıb, qardaş. Hər hansı bir məsələ çıxmadı. Məsələni mən səndən niyə öyrənməliyəm ki? Qayıdıram kitablara, qayıdıram alimlərə, qayıdıram mütəqaddim alimlərə və həll eləyirəm. Sən deməklə deyil ki. Aydındır? Yəni indi necə eləyiblər? Yəni necə olub? Yəni çox təəssüflər olsun. Yəni bu yaxşı hal deyil. Yəni əvvəl təkfirçilərə fikir versəz, yəni onlarda yəni dəvətləri necədir? Dəvət eləmir səni. Misal hər hansı bir təkfirçi dəvət eləyəndə kimisə İslama, o İslamı ona 3-4 məsələ ilə anladır. Nə bilim cihad, nə bilim cahillik üzrə olması, əl-hukm bi-qeyri mənzəlallah. 3-4 mövzu var və bu mövzunu sənin gözündə din görsədir və bu dini sənə öyrətmə anlayışında bu 3-4 dənə mövzu aiddir ona. Vəssalam. Çıxanmırlar. Bunlarda din yoxdur. Qardaş, yoxdur bunlarda din. Din onlarda 3 dənə, 4 dənə və ya 5 dənə uzağı yəni məsələdir. Vəssalam. İndi də bu. Yəni mənhəc deyəndə, qardaş, mənhəc olub 3-4 dənə məsələ. Yəni ya hizbi, bidətçi ilə müamilə eləmək, Şeyx Rabinin, Həfizahullahın və digər böyük alimlərin cərhlərini götürmək və salam. İndi dini eləmişik, yəni biz dəvəti eləmişik, 4-5 dənə məsələ ətrafında qurmuşuq. Yəni dəvətimiz bu 4-5 məsələ üzərində dayanıb. Budur bax. Biz bunu araşdırırıq. Gəl görək filan kəs Şeyx Rabinin cərhlərini alırmı? Alırsa, almırsa mübtədi. Gəl görək filan kəs haqqında nə deyir? Deyirsə, yəni biz deyən kimi salamatdır, demirsə zaydır. Budur bax. Bu indi çox təəssüflər olsun. Yəni bizim apardığımız dəvət, vallahi biz belə dəvət aparmamışıq. Vallahi, billahi dəvətimiz belə olmayıb. Dəvətimiz, mübarək dəvətimiz belə qurulmayıb. Biz dəvət etmişik daima təvhidə, əqidəyə, mənhəc, əhkamlar, məyər din tək bu söhbətlərdən ibarətdir. Biz indi bunu belə eləmişik. Biz dini, daha doğrusu, dəvəti bu söhbətlərdən ibarət eləmişik. Vallahi belə dəvət aparmırdıq biz. Dəvət, bax, özüm bir nə fikirlər şəxi. Dəvət nə deməkdir? Bax, dəvət edirəm. Mən filan kəsi dəvət edirəm. Yəni, ibadətə çağırıram. Yəni, dəvət edirəm, gəl. Hara gəl? Yəni, ibadət etməyən adamdır, cahildir, dəvət edirəm onu. İbadətə çağırıram. Bax, budur dəvət anlayışı. Yəni, indi biz deyə bilərikmi ki, səncə, bax, özümüzə dəvətçiyik. Nə dəvətçi, ha? Biz dəvətçi deyilik, axı. Biz dəvət eləmirik. Bizim başımız qarışıb bu söhbətlərə. Hə, biz də, yəni, vallahi deyirəm, orada biz, yəni bizim tələbələr hamısı bu dəvət aparmışıq həmişə. Biz dəvət eləmişik, bax, dəvətçiyik, dəvət eləyirik. Kimi dəvət edirik? Yəni ibadətə çağırırıq. Ey filan kəs, ey qardaş, gəl ibadətə. Mən səni dəvət elədim, çağırdım ibadətə. Yəni ibadət etməyəndir, cahildir, Allahdan uzaq düşən insandır, çağırıram bunu ibadətə. Ha, nə ibadətə çağırmaq? Bu dəvət eləyən var indi. Belə dəvət aparan var indi. Bax, indi bu apardığımız bu dəvəti analogu olmayan dəvətlə dağıdırıq. Budur, bax, qardaş. Yəni köhnə dəvəti, yəni başqa ifadə ilə köhnə dəvəti təzə dəvətlə dağıdırıq. Budur, qardaş. Ona görə bu yaxşı hal deyil. Mən vallahi nəsihət edirəm ilk növbədə özümə və sonra hər bir qardaşlara, xüsusən də elm tələb edən qardaşlara ki, dəvətlə məşğul olaq. Dəvətlə. Yəni bu sözü sən niyə anlamırsan ki? Dəvətlə. Yəni bu sözün altında niyə öz istəklərimizi eləyirik ki? Dəvətlə, qardaş, dəvət. Dəvət yəni çağırmaqla, cəmaatı ibadətə çağırmaqla. Başqa şeylərlə yox. Amma bu dəvətin altında girib bizə başqa şeylər. Ona görə bundan bu təhlükəlidir. Biz daima qardaşları çağırmalıyıq. Daha doğrusu insanları dəvət eləməliyik Allahın dininə, ibadətə çağırmalıyıq, Allahı tanıtmalıyıq, Allahın dinini, İslam dinini, gözəlliklərini,
əhkamlarını və s. məsələləri çatdırmalıyıq insanlara. Budur dəvət. Biz həmişə belə dəvət aparmışıq və yenə də bu dəvətdə olmağa nəsihət edirəm bütün qardaşlara və o fitnəkarlara yəni fikir verməyin. Kimsə həyatını bu cür şeylərin üzərində qurubsa, kimsə istifadə edib görsənmək istəyirsə, o qaydır onun özünə, onun özü bilər. Biz amma nəsihət edirəm ki, Allaha daha çox bağlı olaq, yəni ibadətdə möhkəm olaq və dəvətimizi eləyək. Budur. Yəni dəvət belə olmalıdır. Hər hansı bir məsələ çıxdısa, yəni məsələlər həmişə olur da. Hər hansı bir məsələ çıxdısa, qaytaraq onu Quran və sünnəyə. Çıxmadı qardaş. Bax misal üçün məsələ çıxıb da, bidətçi ilə müamilə eləmək. Yəni hər bir məsələ kimi, hər bir məsələni Quran və sünnə, sahabələr, alimlər, yəni mütəqaddim alimlərin sözlərinə, kitablarına qaytardığımız kimi bu məsələni də qaytaraq kitab və sünnəyə həll eləyək. Məgər, subhanallah, yəni ümmətdə azan tək bu qeyd olunan alimlərdir ki, o qədər azanlar olub ki, gəl baxaq görək necə müamilə olunub, necə rəftar olunub onlarla və belə də rəftar eləyək. Niyə üzərində dayanmalıyıq ki? Yəni, niyə üzərində dayanıb getməliyik axıra kimi? Aydındır və bu, yəni, mən demək istəyirəm ki, məsələləri, elmi həll etsən, qaydalarla, üsul, nizam, yəni, sən deyirsən, indi bidətçi deməsən bidətçi oluram mı? Qardaş, nizam var da, dabit var. Dabit. Yəni, sən istəsən də, sən istəməsən də, dabit var əhl-i sünnədə. Yəni, sən misal üçün çıxmısan ki, filan şey belədir. Nə olsun sən bunu iddia edirsən ki? Bizdə əhl-i sünnədə dabit var. O təkfirçilər nə edirdilər? Çıxıb 100 dəfə de ki, cahillik üzrü deyil. Misal üçün, qardaş, bizdə qayda var. Bizdə yəni üsul var, nizam var, dabitlər var. Sən 100 dəfə çıx denən ki, küfür əməl edən kafir olur. Qardaş, 100 dəfə iddia elə. Nə olsun ki? Bizdə qaydalar var, maniyələr, şərtlər. Hər bir şeyi dabit üzərində, dabitlə, davabitlərindən həll eləmişiksə, bu çıxan məsələləri də belə həll eləməyə borcluyuq. Bizim üzərimizə düşən vacibdir. Ona görə mən yenə ilk növbədə özümə və bütün qardaşlarım nəsihət edirəm ki, dəvətlə məşğul olaq, dəvət, yəni dəvət anlamını çıxartmayaq öz məfhumundan. Dəvətlə məşğul olaq, cəmaatı Allahın dininə çağıraq, lazım olan şeylər çıxırsa, ehtiyac varsa onları da, yəni bu kimi məsələlər, cərh, tədil və ya misal üçün, kim elmi söhbət edirsə, gəlsin elmi söhbət eləyək, elmi həll eləyək, elmi söhbət, yəni qaydalarla. Əgər filan kəsə qulaq asmaq olmazsa, filan kəs sən deyən kimi, misal üçün, zaydısa, qardaş, mənə də olmaz, sənə də olmaz, ona da olmaz, bu bidətçidir, bunu silə yataq. Amma olarsa, mənə də olar, sənə də olar. Yəni, və ya misal üçün, mən bunu qeyd eləmişəm, yəni bu qeydi, yəni, əgər sən misal üçün, hər hansı bir alimin cərhini müqəddəm görürsənsə, öndə, yəni üstün tutmusansa, bu sən qayıdır sənə, amma sən götürməyənə əl dəymə. Kimsə misal üçün, filan alimin cərhinlə və ictihadınla razılaşmayıbsa, yəni təbliğ eləmə onu. Niyə eləməlisən ki? Hər alim ictihad sahibidir, alim səhv eləsə savab da alır, yəni düz eləsə də savab alır, yəni hər iki alır. Xülasə, yəni demək istəyirəm ki, biz yəni indi düzdür deyirlər, yəni mənhəci bilməyənlər, bunlar mənhəci bilmir və s. Eyb yox, yəni biz başımızı aşağı salıb, yəni cəmaatı dəvət edək Allahın dininə, Allahın dinini onlara öyrədək. Yəni kim indi nəsə hansısa yol tutubsa, o yolla getsin, özü bilər. Lakin yəni nəsihət odur ki, Allahın dininə dəvət etməklə məşğul olaq və dəvət sözünün məfhumunu düzgün anlayaq. Bəs bu haqda hansı kitabları oxumağa məsləhət görərdiniz? Vallahi bu haqda yəni kitablar çoxdur, dərslər də çoxdur, alimlər danışıblar. Mən xüsusən qeyd edərdim o Şeyxülislam İbn Teymiyyə rahimehullahın o risaləsi var. Rəf'ul Mələm an Əimmətil A'lam. Bu risalə, yəni kiçik risalə, çox gözəl risalədir. Kimsə qayıdıb oxusa, çox təəssüflər olsun. Yəni bizdə belə kitablar oxunmur. Bizdə belə kitablar oxunmur. Bizdə yəni həmçinin nəsihət eləyərəm müasir alimlərdən Abdülmuhsin, Şeyx Abdülmuhsin
Əl-Əbbad Hafizahullahın Rifqan Əhl-i Sünnə bi Əhl-i Sünnə kitabı çox gözəl kitabdır. Bu haqda, bu barədə, bu mövzuda kimsə qayıtmaq istəsə, qayıtsın. Yəni, narahat olmasın. Şeyx Abdülmuhsin hizbiçi deyil, Abdülmuhsin problemli adam deyil. Şeyx Əbbad Hafizahullah möhtəbər tanınmış mühəddislərdəndir. Kitab yazıb bu barədə xüsusi Rifqan Əhl-i Sünnə bi Əhl-i Sünnə. Oxu bunu və orada hamısı var. Bizdə, yox qardaş, bizdə misal üçün, hətta mən vallahi bir halı danışım sizə. Bu yaxınlarda birinlə söhbət edirəm. Çox acınacaqlı və çox biabırçı bir haldır. Qardaşa Şeyxülislam İbn Teymiyənin sözünü gətirirəm. Nas, stat kimi deyir ki, Hələbinin qaydasıdır. Subhanallah. Sən bilirsən heç bu söz nə deməkdir axı? Yəni, indi ağzını açıb danışırsan, deyir Hələbinin qaydasıdır. Allahu Akbar. Qardaş, hansı alimin sözünü gətirirsən, deyir Hələbinin qaydasıdır. Neynim onda mən? Yəni, bu deməkdir ki, ya mən deyəni deyəcəksən, ya da ki, Hələbinin qaydasının içində batmısan. Budur, bax, qardaş, budur. Yəni, xilas, yəni, kitablar çoxdur bu haqda. Şeyxülislam İbn Teymiyyə rahimehullah öz fətavasında bu mövzuda çox geniş, ətraflı danışıb və öz xüsusi risaləsi də var. Rəf'ül Mələm, Ayn Əyimmətil Ələm və həmçinin müasir alimlər də çox danışıblar. Hamısı danışıb, hamısı. Şeyx İbn Baz, Şeyx Əl-Əlbani, rahimehullah, həmçinin Şeyx İbn Utheymin danışıblar hamısı. Şeyx Abdülmuhsin Abbad, Şeyx Salih Fovzan, hamısı danışıblar. Və Allah, yəni, nə yaxşı olardı ki, yəni, kitablara qayıdıb, məsələn, elmi həll eləyək, amma çox təəssüflər olsun ki, bunu eləyən yoxdur. Fitnədən istifadə edib görsənmək istəyənlər var və Allahdan istəyirəm ki, hər birini islah etsin. Allah təbarək və teala hər şeyə qadirdir. Və sallallahu alə nəbinə Muhammed və alə alihi və sahbihi əcməin.